Deyir, 7 yaşından başda uşağı çətinliyə öyrəşdirməyə. Özü ilə mübarizə aparmağa. Eşitirsiniz də bunu, birinci 7 ildə uşaq kimdir hədisdə buyurur, deyir, şahdır. 7 yaşdacan uşaq şahdır, ürəyi nə istəyir qoy eləsin. Təhsili də deyirlər 7 yaşdan yaxşıdır, 6 tezdir. 7 yaşacan qoy nə bacarır eləsin, maniyə olmayın ona uşağa. Bir uşaq var idi, 5 yaşında Quran əzbərləmişdi, doğrudan da heyrətə düşürdü insan. İndi böyüyüb o uşaq, var belə uşaqlar. Hamı heyrətə düşürdü, mən özüm həcc ziyarətində onu görmüşdüm. 97-ci ildə mən birinci dəfə Məkkə ziyarətində olanda o uşağı görmüşdüm orada. 5 yaşında uşaq idi, möcüzə idi doğrudan da. Hamı heyrətli idi, amma alimlərdən biri deyirdi ki, mən bunu səhv hesab edirəm. 5 yaşda uşağa Quran əzbərlətdirməzlər. Bu alim əxlaq alimi idi. Deyirdi, düzdür bu heyrətlidir, amma dünyanı gəzdirirdilər, hamı heyran idi. Amma deyirdi, 7 yaşında çatmamış uşağa nəyisə öyrətməyə ehtiyac yoxdur. Qoy, o rahat yaşasın həyatını. Bu 7-ci il, 2-ci 7 il ki başladı, 7-dən 14-ə qədər. Onda uşaq kimdə hədis deyir, onda uşaq quldur. Şahlıqdan sonra birdən qulluğa düşməlidir. Qul olmalıdır. Yəni nə? Yəni sən əmr eləməlisən, o itaət eləməlidir. İstəkləri ilə mübarizəyə başlamalıdır. 7 yaşdan sonra başlasın həyatı hazırlaşarak. Həyat çətinliklə dolu olacaq. İndidən özün yavaş-yavaş onu çətinliklərə alışdır. Dillər ədəb öyrət. Ədəb nə deməkdir? Çox işitirsiniz də ədəb. Hamımız deyir, ədəbli uşaqdır, ədəbli oğlandır. Ədəb nədir? Uşağa ədəb öyrət nə deməkdir? Yəni ürəyin istəyən kimi oturma, belə otur. Bunu amma acı tərzdə deməyəsən, qətiyyən olmaz. Təhqirlə, qışqırıqla yox, mehriban tərzdə, yavaş-yavaş, dözümlə onu başa salasan. Ki, belə oturmaq olmaz. Oturanda ayağı yığasan. Nə baş verir? Ürəyi istəyir ayağını uzatsın, yığır, mübarizə aparır özünü. Belə gülmək olmaz. Böyüklə belə danışmaq olmaz. Axı ürəyi istəyir, belə danışsın. Bax, ədəbin hikməti budur ki, ədəb nəfslə mübarizə yaradır uşaqda 7 yaşdan. Ürəyi istəyən kimi eləmir, düz olanı eləyir. Ədəbin içində mübarizə var, ədəbin qiyməti bundadır. Özü təkcə sözlə yox, başa salmaqla, əməllə. Uşaq ata-ananın münasibətində gərək görsün. Görəndə ki, ata hissələn kimi qışqırır, ana qəzəblənən kimi təhqirə keçir. Yəni, ata-ana ürəyin istəyəni eləyir, ürəyim istəyir, qışqırıram, ürəyim istəyir, beləyəm. Ona sözlə desin, deyəcək, xeyr ola, sən nə istəyirsən, onu eləyirsən, məndən tələb edirsən ki, yox, ürəyin istəyəni eləmə. Ədəbi əməllə. Uşaq görsün ki, ana deyir ki, filan, ata deyən kimi olmaz, ana desin baş üstə. Ata da məhəbbətlə desin anaya, qışqırıqla yox. Bunlar hamısı İslamın tərbiyə konsepsiyasıdır. O gənclər ki, hələ ailə qurmayıb, indidən bunu yadda saxlasınlar. Xeyru ma vərrəsəl aba əl-əbna əl-ədəb. Buyurur ki, ataların uşaqlara miras qoyduğu ən xeyirli şey ədəbdir. Ən yaxşı şey ədəbdir. Ədəb nədir? Yəni nəfslə mübarizə. Nəfsdən mübarizə proqramıdır. Dərsdən gəlir, çantanı atır, gedir. Deyəsən, gəl, çantanı götür, apar, qoy filan yerə. Çünki o istəyir ki, tez qaçsın oynamağa, istəyirsən, istəyindən mübarizə aparmağa vadar edirsən onu. İstəyinin əksinə getməyə. Bu özü bir çətinlikdir və yavaş-yavaş alışır uşaq buna. Bununla çətinliyə öyrəşir. Uşağa başa salasan ki, heç vaxt diluya gətirmədi, mənim ürəyim belə istəyir. Bu ayıb sözdür, pis sözdür. Ən pis söz budur ki, ürəyim belə istəyir. Uşağa uşaqlıqdan bunu təlqin eləyəsən. Bu çox mühümdür. Uşağa Allahdan, Peyğəmbərdən, namazdan danışmaqdan daha yaxşısı budur. Bəziləri ki, uşağı təbliğ eləməklə düzəlir, yox. Allahdan, Peyğəmbərdən danışmaqdan daha yaxşısı budur ki, uşaqda özü ilə mübarizə hissini yaradasan, gücünü yaradasan. O artıq hazır olacaq dini qəbul eləməyə. Amma yox, buna riayət eləməsin, nə qədər danış, heç bir təsir olmayacaq. Uşağa uşaqlıqdan bunu öyrədəsən. Qərb mədəniyyətinin bugün ən böyük eybi nədir?
Məndən soruşsalar, sizi bilmirəm. Məndən soruşsalar, bugün qərb mədəniyyəti ki, dünyaya yayılır, onun ən böyük eybi nədir? Ən böyük eybi budur ki, ürəyim necə istəyir elə yaşamalıyam. Bu onun ən böyük eybidir. Onların həyat fəlsəfəsi budur. Ki, necə mənə rahatdır elə yaşayım. Ona görə də hər şeyi bunun üstündə qurublar. Deyir, o elə düşünür, bu belə düşünür, o istəyir filan əməl eləsin, sən ona qarışma, o sənə qarışmasın. Yəni, kim ürəyi necə istəyir yaşasın. Bunu Quran dili ilə desək, bu fəlsəfəni, qərb fəlsəfəsini Quran ayəsi ilə desək, nədir? Əfərəeytə mən ittəxəzə ilahəhu həvah. Gördünmü o kəsi, nəfsini özünə Allah qərar verib. Bu qərb fəlsəfəsinin tərcüməsidir Quran dilində. Gördünmü o kəsi ki, nəfsi Allah'dır onun. Nəfs əmr eləyir, bu ona itaət eləyir. Bütün mədəniyyətləri bunu təbliğ eləyir. Filmləri bunu təbliğ eləyir. Musiqiləri bunu təbliğ eləyir. Hər şey. Bizim ümidimiz bunadır ki, bu nizam bir gün öz batilliyini sübut eləyəcək. Yoxsa dünya ağ günə sıxmaz. Nə qədər rəsmi şəkildə deyirlər ki, insan belə yaşamalıdır ki, ürəyi nə istəyir onu eləsin, bu dünya ağ günə sıxmayacaq. Nə qədər ki, bunu rəsmi şəkildə elan edirlər. Nə vaxta qədər insanlar ürəyin istəyir məktəbindən qopmayıblar, dünya düzəlməyəcək. Çünki bu məntiqlə yaşayan insanlar, keyfin belə istəyirlə yaşayan, 3-4 dənə böyük həvapərəst adam gəlir, onları əsir eləyə bilir rahat. Elə insanları idarə eləyib qul eləmək asan da olur. Bilirsiniz niyə bu qədər şəhvəti dünya ölkələrində qərb dövlətləri hər yerdə təbliğ edirlər? Çünki şəhvətin əsiri olan milləti qul eləmək asandır. Onların planı odur. Deyirlər, Əndalusa qədər müsəlmanlar İspaniyaya qədər gedib sıxmışdılar. Dedilər, hicabsızlıqla bunu dağıtdılar da. Başı açıq qadınlarla. Bir cəmiyyət ki, keyfim belə istəyir, belə eləyirəm, o məntiqlə yaşayır, o heç vaxt azad olmaz o cəmiyyət, heç vaxt. Bəs qərb dövlətlərində cəmiyyətlər azaddır axı, vallah görüntüdür o. Azaddır. Qulluğun müasir formasıdır. Şallaqla qul eləmirlər. Müxtəlif vasitələrlə qul eləyirlər insanları. Saadətin yolu nədir? Gəldilər İmam Sadiq əleyhissalamdan soruşdular. İmam Sadiq buyurdu ki, fi müxalafətil həva, xoşbəxt olmağın yolu nəfsünlə mübarizədir. Soruşdu, ağa nə vaxt bitəcək bu mübarizə? Nə vaxta qədər davam edəcək? Ağa buyurdu ki, o gün ki cənnətə ayağı qoyacaqsan, onda bitəcək. Cənnətdə bitəcək. 14 yaşında bir uşaq, sözümü tamamlayıram. 14 yaşında, 15 yaşında uşaq həddi buluğa çatır. Həddi buluq nədir? Hamı bilir. Bağışlayın, bunları deməyə məcburam. Yəni, cinsi meyillər onda üzə çıxmağa başlayır. 14-15 yaşında. O vaxtdan da deyir, namaz qılmaq vacibdir uşağa. Mən bir zarafat eləyim ki, ona əstəğfurullah da düşmür belə sözlərə. Bizi birdən məsələn Allaha müşavir təyin eləsələr, deyək ki, ilahi, sənə biz məsləhət vermək istəyirik. Biz deyərik ki, ilahi, məsləhətdir ki, bu uşağın həddi buluq yaşını aparasan 20-25 yaş arasında ki, evlənmək vaxtı ilə bu hiss yaransın, da əziyyət çəkməsin. Niyə? Çünki əziyyət çəkməsin. Allah bizə nə cavab verər? Allah da deyər ki, sən mənim yaratmaqda məqsədimi başa düşməmsən. Mən elə insanı əziyyət üçün yaratmışam, ona görə 14 yaşından bu hissi ürəyinə salıram, amma təmin eləyə bilmir. Bu yandan da deyirəm, namaz qıl, itaət elə. O kisə asılları, boksçular onu vurur, güclənir. O bir kisə kimidir o hiss onun içində. İbadətlə onu vur ki, güclənəsən. Həyatın fəlsəfəsi budur. Ona görə 14 yaşda həddi buluqdur, 20 yaşda evlənir. Bu 6 ili, məsələn 25 yaşda, bu 10 ili mübarizə apar. Düzdür, müəyyən alternativ yolları var, amma əsasən mübarizə hər halda o dövrdə keçməlidir. Mümkündür mübarizəsiz. O mübarizəni keçməlidir. Amma biz məsləhət veririk ki, ay Allah, buna əziyyət vermə. Allah deyir, mənim rəhmətim ona əziyyət verməyimdədir. Çünki əziyyət görməsə böyüməyəcək. Necə o kisəyə yumruq vurmaqla, onu döyməklə insan özü də güclənir. Bunun içində bir dənə, belə deyək də, elə bil o kisədir ki, onu döyəcləməlidir, vurmalıdır, ibadətlə, itayətlə ki, özü də güclənsin.
Odur ki, əmrə itaət vacibdir.